Kəşfiyyat qrupu ilə düşmən mövqelərinə girdik. Ətrafı öyrənərkən birdən orada bir qoyun sürüsünün olduğunu duyduq. Çoban yaxınlaşıb salam verdi və soruşdu. Siz Xameneinin əskərlərisiniz? İbrahim ona yaxınlaşdı. Biz Allahın bəndələriyik. Qoca, bu dağda daşla nə edirsən? Yaşayıram. Çətinliyin varmı? Qoca gülümsədi. Çətinliyim olmasaydı burada qalmazdım ki. İbrahim götürdüyümüz ərzaqdan ona bir qutu xurma, bir qədər çörək və digər şeylər verib dedi. Bunlar İmam Xameneinin sizə hədiyyəsidir. Qoca çox sevindi, dua etdi və biz oradan uzaqlaşdıq. Bəzi uşaqlar İbrahimə etiraz etdilər ki, biz bir həftə burada qalacaq, sən ərzağın çoxunu ona verdin. İbrahim dedi. Əvvəla, bizim işimizin neçə gün sürəcəyi bəlli deyil. İkincisi isə, əmin olun ki, bu qoca bizə düşmənçilik etməz. Şübhəniz olmasın ki, Allahın razılığı üçün görülən iş həmişə təsirli olur. Azuqəmiz az olsa da, o kəşfiyyatda işimiz çox tez bitdi və hətta götürdüklərimizdən artıq da qaldı. Böyüklərin hüzuru. Əmir Məncər. Müharibənin 1-ci ili idi. Məzuniyyətə çıxmışdım. İbrahimlə birgə motosikletlə Xorasan meydanına doğru gedirdik. Bir xiyabandan keçəndə birdən dedi. Əmir, dayan. Tez yolun kənarında dayandım və təəccüblə soruşdum. Nə olub? Əgər vaxtın varsa, bir Allah bəndəsini götürməyə gedək. Yaxşı, bir işim yoxdur. İbrahimlə bir evə girdik. Bir neçə dəfə ya Allah deyib bir otağa daxil olduq. Bir neçə nəfər oturmuşdu. Məclisin başında qara əbalı bir qoca vardı. İbrahimlə birgə salam verib bir tərəfdə oturduq. Hacı ağanın bir gənclə söhbəti bitdi. Üzünü bizə çevirib təbəssümlə dedi. Ağa İbrahim, sən hara, bura hara, nə yaxşı gəldin? İbrahim başını aşağı salıb oturmuşdu. Ədəblə dedi. Xəcalətliyəm Hacı ağa. Huzurunuza gəlməyə vaxt tapa bilmirəm. Onların söhbətindən anladım ki, həmin qoca İbrahimi yaxşı tanıyır. Sonra o digərləri ilə bir qədər söhbət etdi. Otaq boş olanda üzünü İbrahimə tutub təvazökarlıqla dedi. Ağa İbrahim, bizə biraz nəsihət ver. İbrahim xəcalətindən qızardı. Başını qaldırıb dedi. Hacı ağa, siz Allah bizi utandırmayın. Sonra əlavə etdi. Biz sizi ziyarət etməyə gəlmişik. İnşallah həftəlik məclisdə huzurunuza gələrik. Sonra ayağa qalxıb sağollaşdıq və getdik. Yolda ona dedim. İbrahimcan, sən də bu babaya biraz nəsihət verərdin. Daha qızarıb sarılmağa nə gərək vardı? Sözümü kəsib dedi. Nə danışırsan, Əmircan? Sən onu tanıdın? Yox, doğrudan. Kim idi? Bu ağa Allah övliyalarındandır. Amma çox adam bilmir. O, Hacı Mirzə İsmail Dolabidir. Cəmaət Hacı ağa Dolabini illər sonra tanıdı. Mən Məhəbbət bağı kitabını oxuyandan sonra onun İbrahimə necə böyük söz dediyini anladım. Ölkənin qərbində mühüm əməliyyatlardan biri sona çatdı. Bəzi danışıqlardan sonra döyüşçülərin çoxu Həzrət İmam Xameneinin ziyarətinə getdilər. İbrahim həmin əməliyyatda iştirak etsə də Tehrana getmədi. Ondan bunun səbəbini soruşanda dedi. Bütün uşaqlar cəbhəni boşalda bilməzlər. Gərək bir neçə nəfər qalsın. Həqiqətən buna görə getmədin? Bir qədər dayanıb dedi. Biz rəhbəri görmək üçün yox, əmirlərini icra etmək üçün istəyirik. Sonra əlavə etdi. Rəhbərimi görə bilməməyim önəmli deyil. Önəmli olan budur ki, əmirlərini yerinə yetirim və rəhbərim mənlə razı qalsın. İbrahim fəqih rəhbər məsələsinə çox həssas yanaşırdı və İmam Xameyni barədə yüksək fikirlər vardı. O deyirdi, qədim və yeni alimlər arasında heç kim imam qədər cəsarətli deyil. İmam Xameyninin müraciətləri yayımlananda diqqətlə dinləyib deyirdi.
Əgər dünya və axirət istəyiriksə, imamın sözlərinə əməl etməliyik. Gənclik çağından məhəllənin çoxlu ruhaniləri ilə əlaqəsi vardı. Əllamə Cəfəri bizim məhəllədə yaşayanda ondan çox bəhrələnirdi. Şəhid Behiştini və Şəhid Mütəhərrini də gənc nəslə gözəl örnək hesab edirdi. Ziyarət. Cabbar Studə, Mehdi Fəridvənd. Müharibənin 1-ci ili idi. Əndərsko dəstəsinin uşaqları ilə Gilan qərbinin şimalındakı dağlardan birinə getdik. Sərhədə baxan təpələrin birinin başına çıxdıq. Zastava düşmənin əlində idi. İraq maşınları ətraf yollarda asanlıqla gəl-get eləyirdilər. İbrahim dua kitabçasını açdı və uşaqlarla birgə Aşura ziyarətnaməsini oxuduq. Mən düşmən tapdağı altında qalmış bölgələrə həsrətlə baxıb dedim. İbrahimcan, sərhəd yoluna bax, düşmənlər rahatlıqla gedib gəlirlər. Görəsən bir gün xalqımız bu yollardan rahatlıqla keçib öz şəhərlərinə gedə biləcək. Fikri məndə deyildi, çox uzaqlara baxırdı. Birdən gülümsüyüb dedi. Nə danışırsan? Bir gün gələcək, bizim xalqımız bu yolla dəstə-dəstə Kərbəlaya gedəcək. Qaydanda uşaqlardan Zastavanın adını soruşdum. Biri dedi, Xosrovi sərhədi. 20 ildən sonra Kərbəlaya gedəndə gözüm həmin dağa sataşdı. İbrahim onun başında Aşura ziyarətnaməsi oxumuşdu. Sanki İbrahimi görürdüm. Bizi yola salırdı. O da Xosrovi zastavasının düz qarşısındaydı. Həmin gün avtobuslar sərhədə doğru gedir, xalqımız dəstə-dəstə Kərbəla ziyarətinə axışırdı. Tehranda olanda Ağa İbrahimin cümə axşamı proqramı Həzrət Əbdüləzimi ziyarət etmək idi. O deyirdi, cümə axşamı Allahın rəhmət axşamıdır. Əbu Abdullah Hüseyni ziyarət gecəsidir. Bütün övliya və mələklər Kərbəlaya gedirlər. Biz də Əhl-i Beytin Kərbəla savabını bərabər göstərdiyi bir yerə gedirik. Orada Kumel duasını oxuyur və gecə saat 1-də qayıdırdı. Bəsic proqramları başlayandan sonra isə ziyarətdən birbaş məscidə bəsic uşaqlarının yanına gedirdi. Bir gecə məqbərədən birlikdə çıxdıq. Mən tələsdiyimdən uşaqların birinin motosikleti ilə məscidə gəldim. İbrahim isə 2-3 saatdan sonra çatdı. Gecikməsinin səbəbini soruşanda məqbərədən piyada yola düşdüm. Yolda Şeyx Sədiqu da ziyarət etdim. Qədim Tehranlılar deyir ki, İmam Məhdi Əcəlallahu Teala Fərəcəhu Şərif cümə axşamları Şeyx Sədiqun məzarını ziyarət edir. Bəs nə üçün piyada gəldin? Düzəməlli cavab vermədi. Sən məscidə gəlməyə tələsirdin, amma piyada gəldin. Bunun mütləq bir səbəbi olmalıdır. Çox soruşandan sonra dedi. Məqbərədən çıxanda çox ehtiyaclı bir adam yaxınlaşdı. Mən də cibimdəki pulu ona verdim. Taksiyə minmək istəyəndə gördüm ki, pulum yoxdur. Buna görə piyada gəldim. Son zamanlarda hər həftə ziyarətə gedirdik. Gecə yarısı da Behişti Zəhra şəhid məzarlığına yollanırdıq. İbrahim orada bizə rozə oxuyurdu. O bəzi gecələr qəbrə girib çox yanıqlı səslə Kumel duasını oxuyur və ağlayırdı.